prezident olmayan vaxtda gəlmişdiniz. Bəli, o vaxt gəlmişdim, o vaxt məndən xahiş eləmişlər. Pirə gəlmişdiniz. Bəli, bəli. Görüşmüşdük onda. Bəli, görüşmüşdük. Amma indi yəni yaxşı fürsət olub. Həm Ramazan ayında, həm də ki, bu yolların açılışı münasibəti ilə. Çox təşəkkür edirik, çox yaxşıdır. İnşallah daha da yaxşı. Bəzi şey... Hər şey qədəsində sərfiyyat 70% düşüb aşağı, tam ödəniş var. Çünki insanlar... Əvvəllər biraz ödəmədilər də. Yox. Biraz deyəndə yumuşaq deyirəm. Bəli, siz yumuşaq desiniz. Elədir. 42 milyonluq borc yığılmışdı ya. Onu sildik. Özələn prezident sizdə hamısını bağlı səndə. Deyir ki, bunu silək də, amma bundan sonra... Day olmasın, day olmasın. Sərfiyyat da düşüb aşağı, 70%. Hə, qənaətlə. Yox, yaxşıdır, çox yaxşı. Heç bir problem olmaz. Oradan qoyarıq. Çıxışımdan qeyd elədim, cənab prezident. Həqiqətən olmayıb, bir problemimiz olsun. İşimiz daim, qartımız daim olur. Çox sağ olun. Qəsəbə daxili yollara da baxın. İndi siz də ondan sonra... Möhtərəm cənab prezident.